Bütün kəsir məsələləri kəsirlə həll olmalıdır? Yoxsa onların kəsirsiz bir həlli varmı? İndi görəcəyik. Salam əleykum, hər vaxtınız xeyir. Mən Nihat Cəfərli, MHM Tədris Mərkəzi İbtidai siniflər üzrə riyaziyyat müəllimi. Deməli, sizin üçün yenidən maraqlı bir sual təqdim edirəm. Suala ilk baxışda nə gördük? Suala ilk baxışda içində kəsir ifadələr olan bir məsələ görürük və ağlımıza ilk nə gəlir? Kəsir məsələsi. Bəli, bu əslində bir kəsir məsələsidir. Amma suala biraz baxdığımız zaman görəcəyik ki, əslində bu kəsir məsələsi olmağına baxmayaraq, kəsirsiz də bu sualı həll etmək olur. Necə? Baxın, deməli, bəzən bir çoxumuz suallarda kəsir ifadələr çox gördüyümüz zaman sualın biraz çətin olması ilə bağlı ilkin təəssürat yaranır ki, bizdən. Bu sual çətin sual deyil, içində kəsirlər falan çoxdur falan. Belə bir düşüncə yaranır. Əslində, bəzi kəsir məsələləri və bir çoxu da hətta deyə bilərik ki, kəsirsiz yolla həll oluna bilir. Necə? Baxın, indi görəcəksiniz. Sual bizə hansı informasiya verir? Sual deyir ki, bir fabrikdə qadın işçilərin 5də 4-ü qədər kişi var. Nə yazırıq? Yazırıq qadın, yazırıq kişi. Qadın işçilərin 5də 4-ü qədər kişi var. Nə edək? Kəsirdən necə qurtulaq? Gəlin belə deyək. Qadın işçilərin sayına 5x deyək. 5x-in 5də 4 nəyə bərabərdir? 4x-a. Kişilər də olsun 4x. Beləliklə, məsələdə verilən ilk kəsir 5də 4 kəsirindən biz qurtulduq. Belə bir kəsir yoxdur artıq bizim üçün. Qadınların 5də 4-ü qədər kişi var. Qadınlar 5x, onun 5də 4-ü kişilər olub 4x. Və sualımıza davam edək. Fabrika 13 dənə kişi gələrsə, fabrika 13 dənə kişi gəlsə nə olacaq? Kişilərin sayı olacaq 4x üstəgəl 13. Elə deyilmi? Bəli, elədir. O zaman nə olacaq? Qadın işçilərin sayı bütün işçilərin sayının 2də 1 olacaq. Deyə bilərsiniz, bəs burada bir dənə kəsir var. Bu nə edək? Gəlin düşünək. Qadın işçilər bütün işçilərin 2də 1 nə deməkdir? Yarısı demək deyilmi 2də 1? Hə, 2də 1 yarısı deməkdir də. Demək, qadın işçilər bütün işçilərin yarısı olacaq. Buradan belə çıxır ki, bütün işçilərin yarısı qadın olacaqsa, deməli, geri qalan yarısı kişi olmalıdır, düzdür? Onda bütün işçilərin yarısı qadın, yarısı kişidirsə, bu kişi qadın bərabər anlamına gəlmirmi? Gəlir, düzdür? O zaman fabrika 13 dənə kişi gəlsə, biz deyə bilərik ki, kişilərin sayı qadınların sayına bərabər olacaq. Yəni, bütün işlərin 2də 1 qadın olacaq o deməkdir ki, yarısı qadın, yarısı kişi olacaq. Bu da kişi qadına bərabər deməkdir. Burada heç bizim bu kəsirə də ehtiyacımız yoxdur. Düzdür? Sadəcə nə etdim? Kişilərin sayını qadınlara bərabərləşdirdim. Buradan x nəyə bərabərdir? 13-ə. Nə soruşur məndən? Kişi işlərin sayını. X-in yerinə 13-ü qoyuram. 4 və 13 nə olur? 52. Deməli, fabrikdə 52 dənə kişi işçi varmış və beləliklə belə bir kəsir məsələsi kəsirsiz bizə cavab vermiş olur.